Hər vaxtınız xeyir olsun əziz izləyicilər. Bugün premium binada gözəl təmirli bir mənzillə sizin qarşınızdayam. Yerləşir Grand Həyat yaşayış kompleksində özünə məxsus memarlıq üslubu ilə şəhərimizdə digər binalardan fərqlənən bir kompleksdir. Mənzil də yeni təmir olunub, təmirdən sonra bir gün belə yaşayış olmayıb. 3 otaqlı mənzildir, gözəl də proyekti var. İndi mən təbii ki, hər bir şeyi sizin nəzərinizə çatdıracağam. Vaxt itirmədən başlayırıq mənzilin giriş hissəsindən. Burada giriş qapısını görürsünüz. Daxil olduqda sağda tresuarımız var. Böyük güzgü yerləşdirilib gizli işıqla. Solda isə paltar asmaq üçün, əyləşmək üçün yerimiz nəzərə alınıb. Burada mənzilin sanitar qovşağı yerləşir. Yerləşməni nəzərə çatdırın. Burada ikinci sanitar qovşaqdır, mətbəx, qonaq otağı, burada isə 2 yataq otağı yerləşir. Geniş giriş hissəmiz var və burada gəldikdə solda bu hissədə yenə böyük şkafımız yığılıb. Dərinlikdə ideal səviyyədədir, tam axıra kimidir. Yuxarı hissələrdə şkafdır. Paltar, ayaqqabı istənilən əşyası tam rahat yerləşdirə bilərsiniz. Girişin bu hissəsində qəhvəyi rəngli güzgülərdən istifadə olunub. Gözəl lepka işləmələr var. İşıqlandırmada lüstrlar istifadə olunub. 2 lüstrumuz var. Biri burada böyük, digəri isə biraz balaca ölçüdə. Giriş qapısından daxil olanda əlavə olaraq spotlar, gizlicə, yəni hər bir şey hazırdır. Döşəməsi qranitli isti döşəmə ilə təchiz olunub. Ümumi dizayna uyğun tablolar, hər bir şey dediyim kimi tam hazır vəziyyətdədir. Gəlin, vaxt itirmədən başlayaq. Otaqlardan mən bütün otaqları sizə təqdim edeyim. Buradan daxil oluruq mənzilin qonaq otağına. Geniş qonaq otağımız var, onu nəzərinizə çatdırım. Təxmini 25-30 kvadrat olar, yəni təxmini üçün nəzərə çatdırıram. Onu qeyd edim ki, döşəməsi parketdir. Burada deməli tavan hissəni göstərim sizə. Deməli mərkəzi yenə böyük lüstrumuz, gizli işıq spotlar. Bu hissədə TV stent burada yığılıb, TV internet çıxış burada nəzərə alınıb. Sağ və sol hissələr şkafdır. Buraya aksesuarlarınızı yığa bilərsiniz. Aşağı hissəsi də eyni ilə və bu hissədə də yenə şkaflarımız var. Aşağı hissə bunlara əşyaları yığa bilərsiniz. Nəzərə çatdırım ki, divarda dekorativ boyadan istifadə olunub. Yəni divar kağızı və yaxud adi emüsiya deyil. Pərdələr asılıb, hər bir şey hazırdır. Buradan mənzilin eyvanına çıxış var. Həm buradan, həm də digər 2 yataq otağından da, yəni bilirsiniz, bu binada böyük eyvan var. Orada belə deyim, şkaf da yığa bilərsiniz, masanızı qoyub əyləşə də bilərsiniz. Yəni hər bir şərait qura bilərsiniz. Yəni böyük eyvanı olur bu binanın. Burada tablomuz var, yenə eyni ilə bura işıq yerləşdirilib. Lepka daraqlar arasında güzgülərdən istifadə olunub. Kondisionerin yeri qoyulub hazırdır. Dediyim kimi ölçü olaraq genişdir, eni də yaxşıdır, yəni dar uzun otaq deyil. Ona görə mebel dəstinizi tam rahat yerləşdirə bilərsiniz. Keçək, mən sizə göstərim. Burada yerləşən mənzilin sanitar qovşaqlarını. İçərisi kifayət qədər genişdir. İlk öncə onu nəzərə çatdırım. Gözəl, maraqlı teksturalı qranitlərdən istifadə olunub. Böyük ölçülü duş kabinimiz yığılıb. Qara rəngli aksesuarlardan istifadə olunub. Divar içi unitazımız var burada. Böyük moydadır. Yəni hər bir şey tam hazır vəziyyətdədir. Su şirkaf və təbii ki, burada isti döşəmə ilə təchiz olunub. Gəlin buradan göstərim. Mən sizə ikinci sanitar qovşağı bayaq dedim, girişdən solda yerləşir. Burada da bütün aksesuarlar tam olaraq yerləşdirilib və ümumi olaraq göstərim. Yəni təşkirə yol vermək üçün sadəcə təsəvvürünüz yaransın mənzil haqqında, ümumilikdə otaqlar haqqında. Buradan keçək mənzilin mətbəxinə, qonaq otağına. Yanında yerləşir. Ölçüsü də yaxşıdır, dediyim kimi kvadrat şəklindədir, yəni dar uzun deyil. İlk öncə onu deyim ki, girişdə olan isti döşəmə burada da davam etdirilib. Buranın döşəməsi qranitdir və buradan da mənzilin balaca bir eyvanına çıxışımız var. Yeni mətbəx mebelimiz yığılıb. Tam axıra kimi 3 hissədən ibarətdir. Yuxarı hissəsi də şkafdır. Üstü mərmərdir, qaz peçi, aspirator bunlar qoyulub hazırdır. Soyuducunun yeri, paltar, yəni hər bir şey hamısı nəzərə alınıb. TV internet çıxış buradadır. Bu hissədə də deməli travertindən istifadə olunub. Əlavə olaraq bura işıqlar yerləşdirilib. Yəni ümumi göstərim, pərdə, lüstür, hər bir şey tam hazır vəziyyətdədir.
Buradan keçək, mən sizə göstərim mənzili yataq otaqlarını yan-yana yerləşir. 2 yataq otağı var. Bu birinci yataq otağıdır. Bayaq dediyim kimi buradan da mənzilin böyük eyvanına çıxış var. Burada da deməli döşəmə təbii ki parketdir. Yerləşməni nəzərə çatdırım. Taxtın yeri burada nəzərə alınıb. Sağ və sol bura işıqlar yerləşdirilib və burada şkafımız yığılıb divar içi. Yəni bunu da göstərim. Dərinlikdə çox yaxşıdır. Paltarınızı hər bir əşyanı tam rahat yerləşdirə bilərsiniz. Burada da TV-dən çıxış burada nəzərə alınıb. Kondisionerin yerinə kimi hər bir şey qoyulub hazırdır. Keçək ikinci yataq otağını da göstərim, sonra mənzilin məlumatlarını, qiymətini nəzərinizə çatdıracağam. Burada ikinci yataq otağımız ölçü olaraq digər yataq otağından biraz böyükdür, yəni təxmini 3-4 kvadrat fərq ola bilər. Yəni bura əsas yataq otağıdır, belə deyim. Yerləşmə yəqin ki artıq bildiniz necədir, taxtın yeri. Bu hissədə nəzərə alınıb, sağ və sol güzgülər, elə qataraqlar, bura işıqlar yerləşdirilib. Burada şkafımız var. Tam axıra kimi yığılıb. Ümumi olaraq göstərim. Dərinlik də çox yaxşıdır. Yəni hər şey nəzərə alınıb. Buradan da dediyim kimi yenə eyvana çıxış var. TV internet çıxış burada nəzərə alınıb. Tavan hissəsində ümumi olaraq göstərdim. Belə mən demək olar hər şeyi sizə göstərdim. Mənzilin məlumatlarını bir daha nəzərə çatdırım. Yerləşir Grand Həyat yaşayış kompleksində. 3 otaqlı mənzildir. Ölçüsü 148 kvadratdır. 21-ci mərtəbədə yerləşir. Yeni təmirlidir və təmirdən sonra yaşayış olmayıb. Sənədləri qaydasındadır. Çıxarış, yəni kupça da var və mənzilin start olaraq qiyməti 470 min manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.